Könlümüz vətən, sözümüz vətən, fikrimiz vətən, zikrimiz vətən. Vətəndən sarı bizim işimiz, vətəndən sarı hər yer işimiz. Yolumuz da belə vətəndən keçir. Vətəndə gəzir, vətəndə yeyir, vətəndə içir. Vətəndə baxır, vətəndə görür. Vətəndə sevir, vətəndə seçir. Vətəndən başqa heç nəyi görmür. Vətəndən başqa heç nəyi duymur. Vətəndən başqa heç nəyə uymur. Bu dörd divarda bir hava əsir. Bir hava burada hər şeyi kəsir, hər şeyi biçir. O bir havadır, təkcə bir hava. Vətən havası, vətən havası. Geçmişəm bu dağlardan, bu dağlardan, durna gözlü bulaqlardan, bulaqlardan. Çox geçmişəm bu dağlardan, bu dağlardan, durna gözlü bulaqlardan, bulaqlardan. Eşitmişəm yaxınlardan, uzaqlardan, sakit axan arazları Azərbaycan. Sınamışam dostu yar, dostu yarı, Azərbaycan, Azərbaycan, Azərbaycan. Eşitmişəm yaxınlardan, uzaqlardan, sakit axan arazları Azərbaycan. Sınamışam dostu yarı, dostu yarı, Azərbaycan, Azərbaycan, Azərbaycan. Sən bir ana, sən bir ana, odur ki bağlıyam sana, mən sana. Mən bir uşaq, sən bir ana, sən bir ana, odur ki bağlıyam sana, mən sana. Hansı səmtə, hansı yana, hansı yana, yuşsam da yuvam sənsən, yuvam sənsən. Elim günüm obam sənsən, obam sənsən. Azərbaycan, Azərbaycan, Azərbaycan. Hansı səmtə, hansı yana, hansı yana, uçsam da yuvam sənsən, yuvam sənsən. Elim günüm obam sənsən, obam sənsən. Azərbaycan, Azərbaycan, Azərbaycan. Fəxr eyləməyə bülbül şeyda çəmənim var. Qoy fəxr eləyim mən ki gözəl bir vətənim var. Azərbaycanım var, aman, 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 bal, aman.
Salam, istəkli tamaşaçılar. Hər vaxtınız xeyir olsun deyirəm, əzizlərim. Canlı bir tarix imiş. Hər nəğməmiz, sözümüz. Nəğmələrdə qəlbimiz, nəğmələrdə özümüz. Bəli, nəğmələrdə qəlbimiz, nəğmələrdə özümüzük. Nəğmələrimizdə özümüzü duyuruq, özümüzü tanıyırıq. Vətənimizin nəfəsini, ab-ı havasını duyuruq. O nəğmələr ki, insanın özü ilə deyil, ruhu ilə danışır. İnsanı təzəliyir, yeniləşdirir. Bəli, bugün də yenə Vətən Havası proqramdayıq. Vətənin havasındayıq. O hava ki, içimizi nurlandırır, ruhlandırır. Bu münasibətlə də gördüyünüz ilk gözəl mahnısıyla tamaşaçılarımızı, sizləri, əziz tamaşaçılarımızı salamladı. Azərbaycan mahnısından. O xanım çox populyar bir xanımdır. Çox gözəl bir sənətkar, çox cazibəli bir xanımdır. Respublikanın əməkdar artistidir. Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Gülyanaq xanım Məmmədova. Gülyanaq xanım, xoş gəlmişsiniz. Xoş gördük. Salamlayıram sizləri, tamaşaçıları. Uğurlar diləyirəm verilişinizə. Gözəl proqram, gözəl verilişdir. Çox sağ ol, əzizim. Xoşdur sizləri burada görmək. Keçən verilişimizdə də sizin gözəl bacınız Gülyaz xanım olmuşdu. İndi bilmirəm, yayım necə gedəcək. İstədim ki, dalbadal siz çıxış eləyəsiniz bacıların gözəl səsini tamaşaçılarımız duysun, eşitsin. Necə ki, həmişə Azərbaycan ekranlarından onların səsi gəlir. O gözəl səsləri gəlir. Qoy tarı, kamanı ustası çalsın. Naşının barmağı telə zərbədir. Bəli, əzizlərim, tarımızın, kamanımızın profesional ifaçılarıdır. Hansı ki, deyərdim, çox proqramlarda və bizim bu gözəl proqramda gözəl müğənnilərimizlə sizlərlə bir yerdə olmuş, onları müşayiət etmişlər. Əliağa Sədiyev tarımızın gözəl ifaçısıdır və kamanımızın ifaçısı da Elnur Mikaylovdur. Yenə sizi xoş gördük burada. Xoşdur sizi bu yerdə görmək. Yenə istədik tamaşaçılarla gözəl musiqiləri bölüşmək və bu musiqidən doğan enerjini bir yerdə yaşamaq, sizlərlə paylaşmaq istəyirik əzizlərim. Buyurun. Məmnuniyyətlə Həlimət xanım bir daha dəvətimiz üçün təşəkkür edirik və mənim üçün bugün çox xoşdur ki, məni müşayiət edir bizim gözəl sənətkarlarımız. Mən onlara sözün əsl mənasında sənətkar deyirəm. Çünki biz 20 ildən artıqdır ki, bundan öncə birgə fəaliyyətə başlamışıq. Tələbəlik illərimiz bir keçibdir. O tədbirdən bu tədbirə o qədər ora-bura yürümüşük, qaçmışıq ki, hansı ki, onlar həm bizim üçün məşq idi, həm həyəcan idi, həm məsul idi, həm gələcəyimizi düşünərək repertuar seçimi, hər bir şey demək olar ki, o uğra doğru addımlamağı bugün şadam ki, səhnəmizin belə gözəl sənətkarları, tarzənləri, kamanistlər, ifaçıları var. Minnətdaram ki, bu günləri məhz Azərbaycanın belə əməkdar artisti Əliağa Sədiyevlə və bizim qardaşımızla birgəyik. Sağ olun deyirəm. Buyurun, dinləmək istəyirsiniz. Necə dinləyim, dost gedib
özümə gələ bilmirəm. Necə nəğmə qoşum, necə dinləyim, dost gedib özümə gələ bilmirəm. Elə bil əllərim yox olub mənim, gözümün yaşını silə bilmirəm. Elə bil əllərim yox olub mənim, gözümün yaşını silə bilmirəm. Gözümün yaşını silə bilmirəm. Çaldığı o sazı gətirin mənə, görün saz çalmaqda necə mahirəm. Çaldığı o sazı gətirin mənə, görün saz çalmaqda necə mahirəm. Əlimdəyən kimi bircə telinə, əlimdəyən kimi bircəsiminə, simlər haray çəkib qırıldı o dəm, simlər haray çəkib qırıldı o dəm. Necə nəğmə qoşum, necə dinləyim, dost gedib özümə gələ bilmirəm. Qoşum, necə dinləyim, dost gedib özümə gələ bilmirəm. Elə bil əllərim yox olub mənim, gözümün yaşını silə bilmirəm. Elə bil əllərim yox olub mənim, gözümün yaşını silə bilmirəm. Gözümün yaşını silə bilmirəm. Gözümün yaşını silə bilmirəm. Tabatdan gətir görüm dağ havasın. Bilsən zor bulağa gətir dərdimin çarasın. Dərələrdə baldırğanın zümzüməli buz bulağın, ləzzət alar hər qonağın. Əziz dostum, nə var gətir,
pıspayın hər çələngin gətir görüm. Şair dostum Batabat'tan, şair dostum Azərbaycandan, Mahirəyə göy bulaqdan, bax o dağdan, əyri qardan, bax o dağdan, əyri qardan, sinəsinə məlhəm gətir, ay aman aman, aman aman, yar aman aman, aman aman, ay can, ay aman, bizdən ayaq kəsən gözəl, bizdən ayaq kəsən gözəl, dur gəl nazlana nazlana, bala nazlana nazlana, aşiqindən küsən gözəl, aşiqindən küsən gözəl, sən gəl nazlana nazlana, bala nazlana nazlana, bala nazlana nazlana, dur gəl nazlana nazlana, ay sonam nazlana nazlana, sən gəl nazlana nazlana, ay canım nazlana nazlana, dur gəl nazlana nazlana, balam nazlana nazlana, dur gəl nazlana nazlana. Mən sənin qədrini biləm, sənsiz çətin deyib gülləm, mən sənin qədrini biləm, sənsiz çətin deyib gülləm, sən gəlməzsən özüm gələm, sən gəlməzsən özüm gələm, bala nazlana nazlana, dur gəl nazlana nazlana, ay bala nazlana nazlana, dur gəl nazlana nazlana, sən gəl nazlana nazlana, dur gəl nazlana nazlana, ay bala nazlana nazlana, dur gəl nazlana nazlana, ay sana nazlana nazlana, dur gəl nazlana nazlana, ay bala nazlana nazlana, sən gəl nazlana nazlana.
Çox sağ olasınız. Sağ olun. Təşəkkür edirəm. Gülyana xanım, mən əvvəl bu veriliş başlayan dedim ki, Mədəniyyət və İncəsənət Universitetinin müəllimisiniz. Çox şərəfli bir işi yerinə yetirirsiniz. Yəqin ki, çoxdur tələbələriniz. Neçə ildir orada çalışırsınız? 10 il artıq olur ki, orada çalışırsınız. Mən İncəsənət Mədəniyyət Universitetində muğamlarımızı tədris edirəm. Təbii ki, özümüz bir şagird tələbə olanda müəllimlərimizi gerçəkdən çox sevmişik. Bu gün də hörmətlə yanaşırıq, baş əyirik müəllimlərimizin qarşısında. Ümumiyyətlə bu ömür yolunda, sənət yollarında nə qədər müəllimlərimiz varsa, onlara biz təşəkkürlərimizi bildiririk. Və təbii ki, bu günləri müəllim kimi bu müəllimlik peşəsinin nə qədər məsuliyyətli bir iş olduğunu artıq özüm görürəm, hiss eləyirəm. Çünki tələbə də müəllimin bir evladına çevrilir və tələbə gözəl olanda müəllim həmişə başucu olur, fəxr eləyir. İndi görək təxminən nə qədər tələbəniz olar? İndiyə qədər yetişdirdiniz? Hal-hazırda bir 6 tələbəm var. Yəni populyar, məşhurlar. Yəni sahada görə belə bölüm olur. Bütöv ştatla amma işləyirəm. Yəni 10 ildə yəqin ki, çox bəlkə də indi adını da çəkə bilərsiniz. İndi məzunlarımız da olubdu onların içində. Amma hər halda indi yaxşı səslər olanda biz də sevinirik ki. Əlbəttə. Amma bəzən çox olur oğlan uşaqlarında səs dəyişmə dövrü, düzdür, onlara bütöv dəstgahları öyrədə bilirik. Amma diapazon olmadığından sadəcə yolunu öyrənə bilirlər. Amma qızlarımıza rahat olur biraz dərs keçmək. Olsun. Amma mən özümə borc bilirəm ki, əziz tamaşaçılar, Gülyana xanım Rəşid Behbudov adına mahnı teatrının solisti 20 il olmuşsunuz. Mən istəyirəm biraz bu haqda danışaq. Ümumiyyətlə bizim üçün də fəxr olar, tamaşaçılar da eşitsin ki, indi hal-hazırda məncə eşitdim ki, bu işləmir, çalışmır. Hal-hazırda orada dəyişikliklər var. Estrada Caz Orkestri ansamblı yığılıbdır. Yəqin ki, bu dəyişiklik də məsləhət görülübdür ki, olub. Yəni bu işlərə biz 20 il çalışmışsınız. 20 il, bəli, durmadan. Mən sizi çox orada bir müğənni kimi fəaliyyətinizi görmüşəm, izləmişəm. Çox gözəl konsert proqramlarında da bir yerdə olmuşuq. Gülyana xanımla həm mahnı teatrının gözəl ifaçılarından buradan salamlarımızı yetirirəm və sizə uğurlar arzulayıram demək. Olsun, yəni bu sənət belədir. Amma 20 ildə, bəli, demək olar ki, qısa bir ömür də deyil. Bəli, elə sənətə gəldiyimdən 92-93-cü ildən elə ilk olaraq mahnı teatrının səhnəsində ən çox da oradan öyrənmisiniz məncə. Bəli, orada müxtələşmişəm. Orada elə öyrənə səhnəni hiss eləmişəm. Tamaşaçı ilə ünsiyyət nədir, onu hiss eləmişəm. Hələ indi biz deyək ki, insan ömrünün axırınacan öyrənir. Bilmədiklərimiz sözsüz ki, bildiyimizdən çoxdur. Mən deyərdim ki, biz elə indi hiss eləyirdik səhnə, tamaşaçı, ifa, yaşamaq, o obrazı almaq. İnsan öyrənir, bir vaxt deyirlər 40 yaşa qədər öyrən, 40-dan sonra başda oxumağa. Əlbəttə, gənc olduğun zaman öyrənirsən, sadəcə bilirsən ki, bu gözəl bir işdir. Ancaq insan yaşadı olduqca onları daha çox hiss eləməyə başlayır. Daha çox, siz düşünürsən, ifa elədiyin, məsələn, mövzu nədir, qəzəl olsun, musiqi, bəstəkar mahnısı olsun, muğam olsun. Yəni, bir var yolunu öyrənmək, bir də var onun içinə varmaq və onun fəlsəfəsi ilə məşğul olmaq. Əlbəttə, onun üçün həqiqətən bir vaxt tələb edir. Müəllim Elnur bəy. Yəni ki, mən özüm də məsələn getdikcə onu hiss edirəm. İnsan daha çox professionallaşır və həm də o sənətdə insan özünü tapır. Özünün içində olan bir şeyləri o, ya musiqi olsun, şeir olsun, obraz olsun, yəni öz içini ora qata bilir. Əlbəttə, bunun üçün müəyyən vaxt lazımdır. Təbii ki, bizim elə bütün xarici səfərlərimiz də mahnı teatrından olub. Bəli, çox səfərlərdə də olmuşsunuz. Ölkələrində olmuşuqsa, hər halda Rəşid Behbudov adı, dahi sənətkarın adı bizim çiynimizə böyük məsuliyyət qoyub həmişə. O adın davamçısı olaraq addımlamaq çox çətindir. Və o adı sevə-sevə də biz bugün dinləndirək deyirəm. Allah rəhmət eləsin. Yəni, amma əsas o sözdən ümumiyyətlə xoşum gəlmir, nəysə ağzımdan çıxdı. Ümumiyyətlə, böyük sənətkarlar heç vaxt ölmür, ölməzdilər onlar. Sənətləri hər zaman yaşayır. Və istəyərdim, yenə gözəl bir musiqi alaq. Məmnuniyyətlə. Baxaq görək, indi təbinə gəlir. Təbinizə nə gəlir? Buyurun bilərsiniz. Bizim proqramımız azad bir proqramdır. Azad, azadlıqlar. Azadlığı gözəldir. İçinizi buyura bilərsiniz. Təbii ki. Görüşək. Dili
içi dodağı püste. Her ne dese cümlesi gözümüzde. Aşıqəm kimə yalvarım, mən neydim yara yalvarım. Aşıqəm kimə yalvarım, mən neydim yara yalvarım. Qoşa xalları var üzündə, vəsmə qaşda sürməsi var gözündə. Şəkü şəkər söhbətində, sözündə. Aşıqəm kimə yalvarım, mən neydim yara yalvarım. Aşıqəm kimə yalvarım, mən neydim yara yalvarım. Getmə tərs al balası, mən də sənə saya gəlim. Getmə tərs al balası, mən də sənə saya gəlim. Dam əlindən yapışıb, mən də kəli saya gəlim. Ya sən İslamı qəbul eylə, mənim dinimə gəl. Ya sən İslamı qəbul eylə, mənim dinimə gəl. Ya da məzhəb-i İsa'ya gəlim. Aman nazı qəmzən yerişin halımı bihal elədi. Yerişin halımı bihal elədi. Cürətim olmadı ki, başqa təmənnaya gəlim. Yox, sənim anlamadın, səhvimi iqrar elədim. Buraxıb dinimi mən, dini Məsihaya gəlim. Aman
İstəməzdim doğulub bir də bu dünyaya gəlim. Sən gedib hacı kimi eşqi büsatında otur, pir meyxanə ilə mən də o məhvaya gəlim. Yar, ay ay aman, aman aydan bir dadey. Yarıma demişəm mənə saz alsın, sazı çalım dərdi qəmim azalsın. Məyər mən ölmüşəm yarım qızasın, ölürəm aceyran, aceyran bala, yazıram aceyran, aceyran balam. Ölürəm aceyran, aceyran bala, yazıram aceyran balam ey, balam ey, balam ey, balam ey, balam. Ölürəm aceyran, aceyran balam. Bir yaylığım vardı gül üzündən, dolanıb boynuma öz-özündən. Nə dedim ki incimisən sözümdən, ölürəm aceyran, aceyran bala, yazıram aceyran, aceyran balam. Ölürəm aceyran, aceyran bala, yazıram aceyran balam ey, balam ey, balam ey, balam ey, balam. Yazıram aceyran balam ey, balam ey, balam. Sağ olun, çox sağ olun deyirəm. Təşəkkür edirəm. Gülyana xanım, mənim özümə də maraqlıdır. Ancaq yəqin ki, tamaşaçılarımız üçün də maraqlı olar. Neçə yaşından bildiniz ki, səsiniz var, ümumiyyətlə bu sənətə gəlmək fikrində oldunuz? Mən deyim ki, 3-4 yaşımda hələ mən hiss eləyirdim ki, mən oxumaq istəyirəm. Çünki bacarmırdım, düzdür. Nə boğaz var idi, nə heç nə. Bacılarımı, ailəmizdə çal-çallığını görürdüm. Atamın qara zurna ifasını, qardaşım qarnında çalırdı. Siz ümumiyyətlə bir musiqili ailədə anadan anam özü olmuşsunuz. gözəl şikəstələr oxuyurdu. Nə gözəl. Onu eşitmişdim. Səhnəyə gəlməsə də, elimizdə, obamızda bilirsiniz nə qədər elə səsli, gözəl xanımlarımız, bəylərimiz, yəni sənət dalınca gəlməyiblər da. Həm iş güc başını qadın, həm keçmişdə. Amma atanız sənət dünyasında olub, yoxsa? Atam zurna dediniz. Tədbirlərdə iştirak edib, hal-hazırda da elə televiziyalarımızda çıxışları olur. Nə gözəl. Amma deyim sizə ki, o görüb götürmək bəlkə də məni bacılarımda olan səs, ifa, tədbirlərdə. Gülyazdan başqa da başqa bacınızda səs olub da. Hətta böyük bacım Kinayə. 7 bacı olmuşsunuz. 6 bacı. 6 bacı. Onların mənim yadıma gəlir ki, bəlkə bir bacılar ansamblı yaradasınız. İstədilər o vaxtı bizi 4 bacı gətirəcəkdilər Bakıya müsabiqəyə. Hazırlaşmışdıq Bülbüllər xalq mahnıları kimi. Böyük bacım başlayırdı Ay Bülbüllər xalq mahnısı ilə, sonra bacım keçirdi sona Bülbüllərə Gültəkin. Başdan Rəhimə başlayırdı, sonra Gültəkin sona Bülbüllərə keçirdi. Gülyaz Ay Bülbüllər, Sarı Bülbül oxuyurdu. Mən oxuya bilmirdim, boğazım zadı elə yox idi da. Neçə yaşlarından? Mən keçirdim Zeynəb xanlarovan, axırda qabağa keçib Bülbülüm, Bülbülüm. O mahnını oxuyurdum. Balaca idim, hamısından balaca idim. Sonra yəni ki, bacılarım ailə qurdu. Rayonda, kənddə olur da. Hə, təbii ki, çox icazə verim. Elə deyirlər, bu qız xeylağıdır, geçsin, ailə qursun. Amma deyim sizə ki, haradasa 7 yaşımda amma ilk dəfə Əlifba bayramında oxudum. Nə gözəl. Orada Şəkidə yoxsa Bakıda olmuş? Şəkidə. Amma ondan sonra Gülyazla 8 yaş mənim idi, 11 yaş Gülyazın. Biz Bakıda teleteatrımız var idi. Orada Xalidə Gözəl də aparıcımız idi. Yaxşı yadımdadır ki, hətta qucağına aldı, öpdü məni. Biz orada Azərbaycan gəncləri mahnısı oxuduq. 9 yaşımda isə
Filarmoniyada həmin Azərbaycan Gənclər Mahnısına qalib olmuşam. Elə yavaş-yavaş özümüzdə inam artırdı da. Yəni ki, gəlirdik müsabiqələrdə, görürdük ki, bizi bəyənirlər, özdə bizə kimlər qulaq asırdı o vaxtı. Şövkət xanım Ələkbərova, Əlibaba müəllim hal-hazırda, Allah can sağlığı versin, İslam Rızayev, Nərman Əliyev. Bax, seçirdilər bizi rayonlardan belə. Nə gözəl. Çox gözəl, uğurlar olsun deyirəm sizə bu sənətdə. Və hətta sizin bir, yəni gözəl bir anasınız. Çox gözəl. 3 çocuq anasısınız. Bəli. Ümumiyyətlə, hər zamanda formadasınız. Bu, özü də bir sirdir Gülyana xanım. Hər zaman səsiniz də formadadır, özünüz də formadasınız. Çox gözəl bir şərəfli işdir ana olmaq. Bəli. Və çox çətindir bu sənətlə bir yerdə olmaq. Həm də sizin gözəl bəyiniz var. Mən oradan öz minnətdarlığımı bildirirəm ki, bu gözəl xanımı, yəni həm sənət yollarında kömək eləyir, bilirəm ki, sizə bu çətin yolda hər zaman sizə dayaq olur. O çox böyük bir şeydir, əzizlərim. Sənətçinin ailəsi olmaq və onun arxasında dayanmaq. Bəyimizə də buradan sağ olsun deyirəm. Sağ olsun, mən də təşəkkür edirəm. Bilirsiniz, indi mən çox minnətdaram ki, o mənim bəli sənətimə də, necə ki öz analığıma, xanımlığıma dəyər qiymət verir, sənətimə də belə diqqət, qayğı göstərdiyi üçün. Əlbəttə, siz elə xanımsız bilirəm, mən sizin ailənizdə də əvvəllər olmuşam, çox gözəl evdarlığınız var. Yəni, xanım üçün əsas vacib şeylərdən biridir əlbəttə. Keçən dəfə Gülyaz xanıma bu sual verəndə dedi ki, mən həm evimin, həm səhnəmin xanımıyam, həm evimin qulluqçusu, həm də səhnənin qulluqçusu. Yəni, çox gözəl bir sözdür. Mən də bilirəm ki, siz də elə bir xanımlardan birisiniz. Bu işdə sizə ancaq uğurlar arzulaya bilərəm. Bir də bütün xanımların diqqətə ehtiyacı var. Sənət aləmində oldu, olmadı. Və insan üçün əsas vacib olan sağlamlıq arzulayıram deyirəm. Əzizlərim, proqramımız sona yetmək üzrədir. Yenə sözü verək gözəl musiqiçilərimizə. Buyurun. Gözəldir, qaşların kaman gözəldir. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Alıbdır ağlımı başdan, keçmək olmaz bu göz qaşdan. Alıbdır ağlımı başdan, keçmək olmaz bu göz qaşdan. Sən mən yaman sevirəm, ürəkdən candan sevirəm. Sən mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl elə vəfayar, aşiqə etmə cəfayar. Mənə gəl elə vəfayar, aşiqə etmə cəfayar. Söyüdlər başı nəyəndə, sənə mən yarım deyəndə. Söyüdlər başı nəyəndə, sənə mən yarım deyəndə. Sanaram dünya mənimdir, gözün gözümə dəyəndə. Sanaram dünya mənimdir, gözün gözümə dəyəndə. Almısan ağlımı başdan, keçmək olmaz bu göz qaşdan. Almısan ağlımı başdan, keçmək olmaz bu göz qaşdan. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl elə vəfayar, aşiqə etmə cəfayar. 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 Göyünüzdə qızıl günəş, köksünüzdə rahat nəfəs, çevrənizdə el, ailə, arxanızda dost olsun. Dilinizdə məhəbbət, ürəyinizdə ümid, gözlərinizdə həyat, başınızda, başımızda
vətən havası olsun. Sağ olun, salamat qalın.